Sabit və sərbəst söz birləşmələrinin fərqinə baxırıq, davam edirik. Deməli, sabit birləşmələr birinci, məcazi mənalı feillər əsasında yaranır. Yəni, niyə feili fərqləndiririk? Bəzən məcazi mənalı istənilən bir sözü frazeoloji birləşmə hesab edənlər də var. Tutaq ki, şirin arzu birləşməsində şirin sözü məcazi mənadadır. Amma bu frazeoloji birləşmə demək deyil. Frazeoloji birləşmədə mütləq feil məcazi mənada olmalıdır. Yəni, orada görülən iş həqiqətən olmur, məcazi olur. Deməli, sabit birləşmədə əsas xüsusiyyət odur ki, məcazi mənalı feillər olmalıdır mütləq. Sərbəst birləşmələrdə isə sözlərin hamısı həqiqi mənada olur, yəni fərq eləmir orada istər feil, istər digər nitq hissəsi hamısı həqiqi mənada olmalıdır. İkinci fərq, sabit söz birləşmələrində əsas və asılı tərəf olmur. Çünki burada sözlər öz əvvəlki həqiqi mənasını itirdiyinə görə burada bir-birini asıl etmək söhbəti də ola bilmir. Amma sərbəst söz birləşmələrində mütləq tərəf olur və birinci tərəf həmişə ikinci tərəfdən asıl olur. Üçüncü fərq, deməli, sabit söz birləşmələrində sözlər öz əvvəlki mənalarını itirirlər və onlar hamısı bütövlükdə bir leksik məna bildirirlər. Sərbəst söz birləşmələrində isə birləşmənin tərkibindəki bütün sözlər öz əvvəlki mənasını saxlayır və hər biri ayrı-ayrılıqda məna ifadə edir. Dördüncü fərq, sabit söz birləşmələrini bir sözlə əvəz etmək olur. Sərbəst söz birləşmələrini isə bir sözlə əvəz etmək olmur. Və bu, onları bir-birindən fərqləndirən çox mühüm bir fərqdir, cəhətdir. Buna diqqətli olmaq lazımdır. Məsələn, qulaq asmaq, deyirik dinləmək, nəfəsi kəsilmək, bir sözün əvəz edirik, yorulmaq. Amma tutaq ki, məktəbin həyəti bunu heç vaxt bir sözlə ifadə eləmək olmaz. Və yaxud qırmızı qələm bunu bir sözlə ifadə eləmək olmaz. Əgər söz bir sözlə ifadə oluna bilmirsə, onda deməli o artıq sərbəst birləşmədir. Və deməli, sabit və sərbəst söz birləşmələrinin bu xüsusiyyətləri testlərdə ümumi anlayış baxımından qarışdırılır. Ona görə hansı hökmün hansına aid olduğunu dəqiqləşdirmək üçün bunlara diqqətli olmaq lazımdır.